Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bu səfərki resept əsl göy kətəsi dadında çox ləzzətli, bol göyərtili, pendirli börək reseptidir. İndi isə sözü çox uzatmadan keçək reseptin hazırlanmasına. İlk öncə börəyin sosunu hazırlayıram. Sosu hazırlayacağım qaba yumurtanı, südü, duru yağı, qatığı, duz, istiot və 2 xörək qaşığı unu əlavə edib qarışdırıram. Qeyd edim ki, reseptdə istifadə etdiyim ərzağın dəqiq ölçülərini videonun açıqlama bölməsində qeyd etmişəm. Mən bu reseptdə 4 ədəd böyük dönər lavaşından istifadə edirəm. Lavaşları üst-üstə qatlayıb, daha sonra bıçaq və yaxud da qayçı ilə kəsirəm. Lavaşlar bu halda olanda sanki su börəyini xatırladır, həm görünüşü, həm də dadı. İçliyi üçün bir dəstə olmaqla spanaq, şüyüd, göy soğan və keşnişi çox kiçik olmayacaq şəkildə doğrayıram. Üzərinə isə ovaladığım ağ pendiri əlavə edib qarışdırıram. Siz təbii ki, zövqə uyğun olaraq pendiri şor və yaxud da kəsmiklə də əvəz edə bilərsiniz. Börəyi pişirəcəyim qəlibin içərisini biraz duru yağ ilə yağlayıram. Alt qatına lavaşı hər tərəfinə gələcək şəkildə yerləşdirirəm. Ardıca sosundan üzərinə əlavə edirəm. Və daha sonra isə içlikdən əlavə edirəm. Bu ardıcıllığı bir dəfə də təkrar edib davam edirəm. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobanın alt-üst rejimində üzəri qızarana qədər bişirirəm. Üzəri xırçıltılı, içi sulu, çox ləzzətli bir börək alınır. Sözün əsl mənasında, əgər göy kətəni bişirməkdə çətinlik çəkirsinizsə və sizə əziyyətlidirsə, mütləq bu resepti sınayın. Əsl onun dadını verir. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Resepti bəyənirsinizsə, videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sizin dəstəyinizlə daha gözəl videolar gələcək. Görüşmək ümidi ilə, sevgi ilə qalın.